Oy dədə, sirətə baxın. Bugün qəribsiz dənizdən gəlirəm və gördüyünüz kimi yanmışam. Amma qəribə bir dənə prank eləyəcəyik. Sinəmi yandıracağam. Ancaq çiyin hissəmi. Gecə maskam var, şəffafdır. Bunu burnumun üstünə çəkəcəm. Buraları çikinin bu hissəsi belə. Belə qabığınız qopursa narahat olmuyor. Nə qabıq nədir? Eləyəcəyiniz tək şey günəşin altında yatmaqdır, nə olur? Məsələn, sən nə günə qalmısan sən? Beləncə şey olur, o nə məhsul çəkibsən sən eləncə ki, bu vəziyyətə qalmısan. Qıpqırmızıdır yesinə. Mən günəş yağacaq. Hələ cəmaata nəsə məsləhət görsən, sən gör nə günə qalmısan? Qıpqırmızıdır. Ay Allah, buna bax hə. Vay dədəm, vay dədə. Bir dəfə mənsiz dənizə getmisən, gör nə günə qalmısan. Hələ cəmaata nəsə məsləhət edirsən. Hə, nə olacaq? Qabıqdır da qopur. Nə vurmusan sən bədən? Vay dədəm, vay. Necə yandırmır? Kürəyinə bax. Günəş yağı yandırmalıdır da, bəs incitməlidir ki, qəşəng zəqar alaq. Əşi bildim də sən cəmaat oy dədə, sirətə baxın. Üzünüzdə mütləq. Çünki belə həqiqətən insanlar bilir ki, siz dənizdə. Dur ağa. Sirətə bax buna. Deyir ağa məhsul deyirəm. Bunun vidinə bax. Çox qəşəngdir. Yəni ki, bu formada qəşəng zəqar ala bilərsiniz. Çox qəşəng görünür gördüyünüz kimi. Hər kəs də bilir ki, siz dənizdən gəlmisiniz. Bu nə də? Yeni makyaj eləmsən? Nə mən variant gəlsən mənə? Variant gəlsən mənə? Düdük. Cəmaata nə baş salırsan burada? Belənc bunun vəziyyətinə bax. Allahım, sənə qurban olum. Buna ağıl. Hələ nəsə məsləhət eləyir bu sizə.